9 yaşında evlənib. Bu pedofiliyadır. Və çox təəssüflər olsun ki, ateistlərin dilindən eşitdiyimiz bu ittiham və üstəgəl də Allah Rəsuluna qarşı belə bir yanaşma hələ İslama daxil olmayıb, axtarışda olan bəzi insanlar üçün şübhəli məqamlar salır onların qəlbinə, hətta İslamda olanların da. Gəlin bu məsələyə aydınlıq gətirək. Ateistlər hiləgərcəsinə pedofiliya terminindən mahircəsinə istifadə edib, valideynlərin bu həssas nöqtələri üzərində bir siyasət qururlar və bunu da İslamın üzərində eləyirlər. İslama qarşı səlib yürüyüşü kimi eləyirlər. Siz isə əvvəlcə insanlara bir izah edin ki, pedofiliya nədir? Pedofiliya yetkinlik yaşına çatmayanın öz iradəsinə qarşı yaşlılar tərəfindən, digər insanlar tərəfindən onların cinsi istismarına deyilir. Məgər Allah Teala yetkinlik yaşına çatmayana qədərlə münasibətlərə icazə verdimi? Hansı ayədə bu keçdi? Niyə bu qədər yalan danışırsınız? Birincisi, söhbət 600-cü illərdən gedir. O illərdə ki, ələxüsus da Ərəbistan coğrafiyasında orta ömrü 35-45 yaş idi. İkincisi, isti iqlim şəraiti. Üçüncüsü, susuzluq və qidanın az olması, müxtəlif xəstəliklər və həmçinin də fizioloji həddi buluğun daha tez gəlib çatması, bu kimi məsələlər, bunların da üzərinə örf, adət, ənənə məsələsini gətirsək, bu tamamilə o dövrdə bir norm sayılırdı. Yəni, hər bir qızın həddi buluq yaşı çatardısa, buna tibbi dildə pubertat deyirlər və o artıq ailə həyatı qura bilərdi. Necə ki, bunu təkcə Ərəbistanda etmirdilər. Nədənsə ateistlərin yadından çıxır və yaxud da bilərəkdən deyirlər ki, o dövrün ən möhtəşəm imperiyalarından olan Bizansın özündə belə, Fars imperiyasında, Avropanın özündə belə 9-12 yaş norm sayılırdı artıq izdivac üçün, qadınlar üçün. Və oğlanlar üçün də, kişilər üçün də hardasa 12-14 yaşından hesablanırdı artıq. Necə ki, biz bunun şahidi olmuşuq, Şah İsmail Xətainin 14 yaşında artıq dövləti idarə etməsinə. Yaxşı, buna nə deyəcəksiniz? Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin Ayşə ilə 9 yaşında evlənməsi o dövr üçün bir norm idi. Siz fiziksel inkişafla olan bağlı məsələləri gətirib insanların bugün düşüncə tərzinə, cəmiyyətlərin baxışlarına bağlayırsınız. Təbii ki, bu da yanlışdır və bir şeyin Quranda olması və yaxud da icazə olması, mübah olması o demək deyil ki, sən onu əmr olaraq mütləq şəkildə etməlisən. Bu sadəcə icazəlidir. Sadəcə sən bunu etsən, sənə günah yazılmaz deyə düşüncəsi ilə buna yanaşmaq lazımdır ki, o düşüncə də sizdə təbii ki, yoxdur. Və digər bir məsələ, o dövrün mühitində olan yaşam tərzi ilə bu dövrün mühitində olan yaşam tərzini eyniləşdirmək və onlardan bir qənaət çıxardıb indiki nəticəyə hasil olmaq, buna da anaxronizm deyirlər. Hansı ki, bu metoddan da ateistlər hiləgərcəsinə istifadə edirlər. Və bu dövr üçündə siz əgər bu qərinələri bir-biri ilə gətirib, müqayisələndirib, təzadlı bir fikir yaratmaq istəyirsinizsə, bu təbii ki, yanlış və doğru yanaşma deyildir. İnsanların həddi buluq yaşı artıq onların fizioloji baxımdan yetkinliyini biruzə verə bilər. Lakin müxtəlif cəmiyyətlər artıq bu həddi buluq yaşının üzərinə əqli inkişafı da əlavə edib müasir normalara qayıdırlar. Biz isə ümumbəşər normasından buna yanaşsaq, Quran-ı Kərimdə həddi buluq yaşından sonra izdivacın icazə verilməsinə baxsaq, bunu tamamilə fizioloji baxımından bir norma qəbul edəcək. Fəqət sən istəsən 12 yaşında yox, 19 yaşında, 35 yaşında, 45 yaşında da izdivac qura bilərsən. Bu artıq sənin öz istəyinə bağlıdır. Yəni, bu ən aşağı həddir. Yəni, bunu demək istəyirik Quran bizə. Biz isə bunu ya başa düşmürük, ya da ki, bilərəkdən bunu etmirik. İndi gələk ateistlərə mənim vermək istədiyim bir suala. Biz bilirik ki, ateizmin də çox yayıldığı müasir Avropa ölkələrinin özündə insest var. Nədir bu? Yaxınların, ailə üzvlərinin bir-biri ilə münasibətləri, cinsəl münasibətləri və bu qanunla qadağa deyil. İstəyirsiniz, açın, araşdırın. Avropa ölkələrinin böyük əksəriyyətində bunu qadağan edən bir normativ akt yoxdur. Əgər siz bu dərəcədə dəyərləri düşünürsünüzsə və İslamı pedofiliyada ittiham edirsinizsə öz qəlis ağlınızla, buna nə deyəcəksiniz? O isə bununla bağlı Quran-ı Kərimdə Allah Təbarək və Təala öz qadağasını gətirən ayə qoyub və müsəlmanlar bu ayəyə tabedirlər.
Sizin bugün normativ qaydalarınız bir cəmiyyət üçün normdur, sabah başqa bir cəmiyyət üçün norm olmayacaq. Və əgər siz məsələlərə tarixi kökdən yanaşırsınızsa, onda bugün at belində gəzin, dəvə üzərində gəzin, geyimlərinizi də o dövrə uyğun eləyin hər şeyi. Niyə etmirsiniz? Deməli, siz özünüzə sərf eləyən məsələni götürürsünüz, sərf etməyən məsələni götürmürsünüz. Gələn videomuzda Allahın izni ilə Peyğəmbərin himayə götürdüyü Zeydlə bağlı, hansı ki, burada da müsəlmanları ittiham edirlər, şübhələr atırlar, o şübhələrə də cavab verəcəm inşallah. Bu videonu bəyən, paylaş və haqqın çatmasına vəsilə ol.